Əziz abituriyentlər, xoş gördük hər birinizi. Mən BSP Learn-Up ingilis dil müəllimi Vahid Vahidli. Bu sualda sizlə abituriyentlərin sıxlıqla etdiyi bir xətadan danışacağıq. Adətən abituriyentlər qayda olaraq alışıblar ki, other əvəzliyindən sonra cəm və ya sayılmayan isimlərdən istifadə etsinlər və həmçinin də another əvəzliyindən sonra isə sayılan tək isimlər istifadə edir. Lakin lövhədə gördüyünüz testdə nöqtələrdən sonra sayılan tək isim gəlsə də bizim doğru cavabımız other yox, məhz other əvəzliyi olur. Və burada da səbəblərdən biri odur ki, biz no əvəzliyindən sonra ümumiyyətlə artikeldan istifadə edə bilmirik. Və şagirdlər burada tək ismə baxaraq əksər hallarda cavabı B variantı seçsələr də B variantı yanlış cavabdır. Və bu testin doğru cavabı məhz no other student, yəni B variantı olur.